Bugün gözaltı dolğu, bio və mezoya gəlmişəm. Gözaltı dolğu gözümün altındakı qaralıqları aradan qaldırmaq üçündür. Burnumda nəfəs alma problemi olduğu üçün beynimə yaxşı oksijen getmirmiş. Ona görə gözümün altı bu vəziyyətdədir və bugün bunu tamamilə yox eləyəcəyik. Və üzümdə səpgilər əmələ gəlməsin, makyajsız da çox qəşəng görsənsin, dərim şimal kimi olsun deyə bio eləyəcəyik və saçım tökülməsin deyə mezo eləyəcəyik. Bunlar bu iki prosedur baxımdır. Yəni hər kəsin öz üz dərisinə və saçına eləməli olduğu qulluqdur əslində. İndi isə getdik. Hal-hazırda mezo prosedurunu mamam saçıma vurur. Bilənlər bilir, mən bunu 10 gündən bir elətdirirəm saçıma. Saçlarımın tökülməsinin qarşısını alır. Daha güclü və parlaq saçlar əmələ gətirir bu prosedur. Yəni saçlarımızın xilaskarı deyə bilərik. Prosedur artıq bitdi. Üzümə biyonu da elədik. Göz altıma dolğunu da elədik. Gözümün altındakı çökəklik getdi. Zamanla qaralması da açılacaq. Biyonun da gözaltı qaralıqları köməyi var imiş. Buna çox sevindik. Değil mi anneciğim? Sən sevindin. Səncə mənlə işləmək çox rahat deyil. Yox, həqiqətən digər insanlar görsə deyəcək bu ədalətsizdir. Əsəbiyyət. Birazcık ağlamış ola bilərəm. O da iynə qorxum var ona görə. Qızlar, qısacası sizə məsləhət görürəm. 18 yaşını keçmiş əlbəttə. Üzünüzə ayda bir dəfə saçınıza qulluq edin. Həm saçınız tökülməsin, həm də üz dərinizdə səpgilər çıxmasın. Bu hissələrdəki bu rəng fərqliliyi olur. Onların hamısının qarşısını alır. Onlar mən düzəlmişim. Səpkilərə bu prosedurun çox əhəmiyyəti yox. Axı mənim səpkilərimi sildi hamısını birinci dəfədən. Səpkidən qalan ləkələr olur bilər. Səpkilər çox faydalıdır. Bu dəri gözəl olsun, baxımlı olsun, parıldasın. Vallahi mənim üzümdə var idi səpki izləri. Onların hamısını apardı. İzlərdə səpki yox. Yəni də ondan çıxanları. Çox sağ olun Enər xanım. Hər nə qədər qırışa da proseduru bitirsin.